Mərkəzi O nöqtəsində olan çevrədə AD və CF diametrdir. AOC və ABC bucaqlarının dərəcə ölçüləri nisbəti 4/7 olarsa, DEF bucağını tapın. Demək, ABC bucağı 7x-dir, AOC bucağı isə 4x-dir. Əgər AOC bucağı 4x-dirsə, onda ABC qövsünün dərəcəsi ilə 4x olacaqdır. Mərkəzi bucaqlar qövsün dərəcələri üst-üstə düşür. Ancaq AYS qövsünün dərəcəsi daxilə çəkilmiş bucaq olan 7x-in 2 mislidir ki, ona da 14x yaza bilərik. Buradan deyə bilərik ki, 4x ilə 14x tam bucağı əmələ gətirdiyindən cəmi 360-dır. 18x bərabərdir 360-a və x-in dərəcəsi olacaqdır 20. X-i 20 tapandan sonra o verilmiş bucaqların dərəcə ölçülərini artıq qeyd edə bilərik. Demək, bunları silək. Buradan AOC olacaq 4 vuraq 20, yəni 80 dərəcə. ABC olacaqdır 7 vuraq 20, 140 dərəcə. Və əsas bizə DEF bucağı lazımdır. DEF bucağını da tapmaq üçün DBC qövsünün dərəcəsini tapsaq kifayətdir. 80 dərəcənin qonşu bucağı 100 dərəcədir və bu AOF bucağında da 100 dərəcə qeyd edirik və buradan görürük ki, həmin DBF qövsü 100 üstəgəl 100 üstəgəl 80, yəni 280 dərəcəyə bərabərdir. DEF daxilə çəkilmiş bucaqdır və 280-in yarısı olduğundan yazacaq 140 dərəcə. Cavabımız da olacaqdır burada D variantı.